müğənninin bir müsahibəsi qarşıma çıxdı. Deyir ki, mən əvvəllərdə oxuyurdum, amma heç kəs məni tanımırdı. Nə zaman efirə çıxıb ərimin corabından danışdım, insanlar məni tanımağa başladılar, verilişlərə dəvət etdilər. Əslində problem kimdədir dostlar? O müğənnidədir, yoxsa bizdə? Niyə biz bir insana layiqincə dəyər verə bilmirik? Niyə bir insan mütləq çıxıb ərinin corabından danışmalıdır ki, bizim diqqətimizi cəlb etsin, bizə maraqlı gəlsin? Niyə bir müğənni mütləq arxasını nümayiş etdirməlidir ki, ona bir marağımız yaransın, onu tanımağa başlayaq? Olmazmı sadəcə istedada dəyər verək? Baxın, nə qədər yeni müğənnilər çıxır, hansı ki, arxalarını böyüdürlər, özlərini arxaları ilə reklam etməyə çalışırlar. Bunların hamısının günahı əslində bizdədir. Niyə bizdədir? Çünki tanınmaq istəyən bir müğənni baxır ki, nə qədər mahnı oxuyursa oxusun, onu heç kəs tanımır. Amma filankəs bax efirə çıxdı, ərinin corabından danışdı, bütün Azərbaycan tanıdı. Filankəs arxasını böyütdü, arxasının videolarını çəkdi, onu tanıdılar. O zaman neynəsin? Səsə dəyər vermirik, keyfiyyətə dəyər vermirik, istedada dəyər vermirik. O zaman necə eləsin ki, biz ona diqqət göstərək ki, onu tanıyaq? Fikirləşir ki, bunun başqa yolu yoxdur da. Başqa bir yol buraxmırıq, biz qoymuruq başqa bir yol. Bir mərifətli, bir səliqəli müğənni efirə çıxıb, gözəl səsi ilə oxuyur, heç kəs ona yaxın durmur. Nə verilişlərə dəvət eləmirlər, nə toylara çağırmırsınız. Çünki sizə maraqlı gəlmir. Bayaq da bu qadının başqa bir videosu qarşıma çıxıb. Deyir ki, bəs mən bütün yayı mürəbbə bişirdim, banka bağladım. Rəylərə baxıram, yazırsınız ki, sən nə gündəsən, heç olmasa çıxıb efirdə bunu danışma. Niyə danışmasın ki, dostlar? Nə gündədir ki? O qadın bir kişinin həyat yoldaşıdır, bir uşağın anasıdır. Niyə danışmasın ki? Burada ayıb nə var ki? Bir qadın istəyir müğənni olsun, istəyir kosmonavt olsun, istəyir millət vəkili olsun, nə fərqi var? O evinin xanımıdır. Banka bağlayır, mürəbbə pişirirsə, yaraşdırmırsınız, deməli ayıbdır. Bu nə yanaşmadır, neynəməlidir ki? Nə zaman ki biz müğənninin arxasına yox, müğənninin çıxardığı hoqqalara yox, müğənninin bədən cizgilərinə yox, müğənninin bədən şəkilləndirmə əməliyyatına görə yox, onun yalnız və yalnız səsinə, onun ədəbinə dəyər verəcəyik, o zaman da ədəbli və istedadlı müğənniləri daha çox görəcəyik. İndi görə bilmirik, çünki onlar bizə lazım deyil, bəyənmirik.